Rusiya prezidentinin köməkçisi Medinskinin 9 iyun tarixində keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər, Qarabağı hələ də mübahisəli ərazi kimi təqdim etməsi Azərbaycanda ciddi etiraz doğurub. Artıq bununla bağlı Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu açıqlamanı təəssüf və təəccüb doğurduğunu diqqətə çatdırıb. Bəs Medinski niyə hələ də Qarabağı mübahisəli ərazi kimi təqdim edir? Onun bu açıqlaması təsadüfi yoxsa Rusiyanın bir planı kimi qəbul etmək olar? Bu təzə xəbər deyil ki, o Medinski belə dedi, Frankes belə dedi, onların mövqeyi belə dedi, deputatlar belə dedi, Rusiya Dumasından kimsə belə dedi. O dövlət siyasətidir. O əslində bizə barmaq yerləməkdir ki, biraz sakit olun, yerinizdə oturun. Amma artıq qatar getmişdir. Azərbaycan o Azərbaycan deyil, dünyada o dünya deyil. Təbii ki, müəyyən nəticələr çıxartmaq lazımdır, amma o qədər də narahat olmağa fikrimizə ehtiyac yoxdur. Cənab Prezidentin siyasəti, daxili və xarici siyasəti düzgündür, praqmatikdir, uzaq görən hədəflərə hesablanıb. Rusiya həmişə müstəmləkə siyasəti aparır. Bizim bugün hələ də Sovet psixologiyası bizim qanımız. 70 ilə biz öz dilimizi öyrənə bilmədik. Gəldi rus dilini çox qəşəng bilirdi bütün məktəblərdə. Aydın məsələ, bütün dünya Rusiyanın özümüz görürük, üzərinə düşüb ki, bəsdir də yetər artıq, bu xalqlar azad yaşamalıdır. Əlbəttə Rusiya bu dəhlizdən, Turan dəhlizindən, Zəngəzur dəhlizindən təhlükəsizliyi özlərinə götürmək istəyir. Bizim dövlət, Türkiyə, Turan dövləti, TDT heç biri də narazı. Mən bir vətəndaş kimi də ona narazıyam. Dədə-babadan illər boyu bilinir ki, bu Qarabağ bizim ərazi olubdu, bizim torpağımız olubdu. İnşallah mən hələ Sovet dövrü dağılan ərəfələrdə fikirləşirdim ki, mənim oğlum, nəvəm nə vaxt papağını tərsinə qoyub gedib gəzəcək, dolaşacaq. Şükür olsun, bugün mənim nəvəm, oğlum papağı tərsinə qoyub və gedir Qarabağda istirahət edir. 5 gün, 3 gün qalır, gəlir. Nə gözəldir bu. Burada şimdi bilmək olmaz ki, bu şəxsən Putinin qərarıdır. Yoxsa, məsələn, mən neçə ildir siyasətlə maraqlanıram. Medinski çox hallarda ki, onun adı çəkilmir eşitdim. Bir adam da sözlü danışır. Danışdın da onu biz problemə döndəririk. Sizcə biz narahat olmalıyıq mı bax bu cür açıqlamalardan yoxsa? Medinskinin fikridirsə yox. Amma ümumiyyətlə Rus hakimiyyətinin fikridirsə narahat olmalıyıq və narahat olmaq razıyıq ki. Əlacımız nədir? Təsadüf deyil, bu Putinin fikridir. Rusiya Qafqazı əldən vermək istəmir. Rusiya Azərbaycanı əldən vermək istəmir. Çünki Azərbaycan Rusiya üçün yağlı tikədir. Nefti, hər şeyi var. Cənab Prezident dəfələrlə sözlərini deyir, bunlar yenə bunlar da hayasızcasına Azərbaycandan çıxır. Kimdə yaxud gəlib Ermənistanın işinə qarışır və yaxud Paşinyan obusu, hər vasitə ilə Paşinyanı dilə tutub, nə bilim, siyasi yolla alıb, istəyirlər ki, yenidən Qafqaza qaysınlar. Bu mümkün deyil. Siz bilirsiniz ki, bu yaxınlarda demək, Azərbaycanda, Şuşada, demək, Türkiyə, Azərbaycan və Pakistan arasında müqavilə imzalandı. Elə hər tərəfli müqavilə imzalandı və müqavilədə Cənab Prezident mesaj verdi dünyaya. Nə olarsa biz üçümüz bir yerdəyik. Yəni həm iqtisadi, həm siyasi, hər tərəfli biz üçümüz bir yerdə. Rusiya bunu başa düşür. Rusiya onlar qıcıqlanır və Rusiya elə bilir ki, bunlar 200 il əvvəlki Rusiyadır. Xeyr, Rusiya artıq zəifləyib, o gücü yoxdur. Belə lap gücü də olsa. Rusiya Azərbaycandan gözün çəksin, əl çəksin. Biz Rusiyanı istəmirik. Heç bir narahatçılıq yoxdur. Məlum hadisədə Azərbaycan öz sözünü dedi, Rusiya qarşısında öz təfkisini göstərdi. Yeni bir Jirinovski olmaq istəyir o Medinski. Onun açıqlamaları, sayıqlamaları bizim üçün heç bir şey dəyişən deyil. Yəni biz Azərbaycan öz mövqeyindədir, öz siyasətini aparır. Dünyanın güc liderləri Türkiyə ilə, Pakistanla sıx qardaşlıq əlaqəsindədir. Üç qardaşın gücü mənə gəlir ki, yenilməzdir. Əlbəttə Rusiyanın planı var. Bu əvvəlcədən məlum idi. Biz öz füzayətimizlə Qarabağı azad eləmişik və bu azadlıq mənə elə gəlir ki, əbədidir. Əbədi olacaq prezidentimizin sayəsində, millətimizin. Hər halda narazılığa müəyyən dərəcədə ehtiyac var. Ancaq bizdə bir misal var, it ürər, kərvan keçər.